Salam, hər vaxtınız xeyir, hörmətli abituriyentlər və müəllimlər. Bildiyimiz kimi bugün DİM-in ikinci qrup üzrə blok imtahanı keçirildi. Blok imtahanında coğrafiyada istifadə edilmiş sualların izahlarına baxarıq. Gəlin sualın izahına baxaq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ekvatorial meşələr, qütb səhraları və iynəyarpaqlı meşələr təbii zonalar. Rütubətli əmsalı vahiddən böyükdür. Hər üç təbii zonada bildiyimiz kimi rütubətlənmə əmsalı vahiddən böyükdür. Ona görə bu hər üçü üçün oxşardır. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Qütblərdən uzaqlaşdıqca, yəni ekvatordan uzaqlaşdıqca aqroiqlim ehtiyatları zəif təmin olunur. Ona görə burada qütb səhraları və iynəyarpaqlı meşələrdə aqroiqlim ehtiyatları zəif təmin olunub. Ona görə bunu buraya yaza bilərik. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Qütb səhralarında ağaclar yoxdur. Lakin ekvatorial meşələrdə və iynəyarpaqlı meşələrdə həmişəyaşıl ağaclardır. Ona görə bu ikiyə gedəcək. Ərazisində fəsillər aydın müşahidə edilmir. Ekvatorial meşələr ekvatorial iqlim qurşağındadır. Qütb səhraları da arktik iqlim qurşağındadır. Heç birində fəsillər aydın müşahidə edilmir. Bir fəsil olur. Lakin iynəyarpaqlı meşələr mülayim iqlim qurşağında olduğu üçün fəsillər aydın müşahidə edilir. Ona görə bu ekvatorial meşələrlə qütb səhralarına gedəcək. Yəni 1-ə 4 yazırıq. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Günəşin zenitdə olmadığı ərazilərdə yayılan qütb səhraları ilə iynəyarpaqlı meşələrdir. Çünki mülayim və aktiv iqlim qurşağında yerləşirlər. Ona görə günəş orada zenitdə ola bilmir. Əsas iqlim qurşağında yerləşir. Hər üçü əsas iqlim qurşağındadır. Ekvatorial meşələr ekvatorial iqlim qurşağı, qütb səhraları aktiv iqlim qurşağı, iynəyarpaqlı meşələr də mülayim iqlim qurşağındadır. Ona görə bu hər üçü üçün oxşar xüsusiyyətdir. Kimyəvi və üzvi aşınma intensivdir. Ekvatorial meşələrdə və iynəyarpaqlı meşələrin yayıldığı yerlərdə kimyəvi aşınma olur. Yəni mülayim və ekvatorial enliklərdə. Lakin qütb səhralarında əsasən fiziki aşınma olur. Yəni buzlaqların təsiri nəticəsində fiziki aşınma olur. Ona görə düzgün cavabımız burada 1-ə 4, 2-yə 3 7, 3-ə 2 5, 4-ə də 1 6, yəni B variantı düzgün cavabımız olacaq. 32-ci sual. Xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Buxarlanma və buxarlanma qabiliyyətinin çox olduğu ərazilər əsasən səhra zonasıdır, arid iqlim, quraq iqlim olan ərazilərdir. Və bu da əsasən soyuq cərəyanların təsirindən olacaq. Ona görə biz burada 3-ü götürə bilərik, Kaliforniya soyuq cərəyanı, 5-i götürə bilərik, Peru soyuq cərəyanı və 1-i götürə bilərik, Somali soyuq cərəyanına görə. Ona görə düzgün cavabımız olacaq C variantı. Yəni ən uyğun cavab bunlar olacaq. Digərləri isti cərəyanlardır. Sonra 33-cü sualda diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Deməli 50% yarım səhra quru çöldür. Belə deyək, 30% mülayim istidir. 20% soyuq iqlimdir. Şollar düzü üçün səciyyəvidir. Şollar düzü əlbəttə ki, bu gedəcək 1-ə A, yarım səhra quru çöldür. Orta Araz təbii vilayətində rast gəlinmir. Bu mülayim isti iqlimdir. Lənkəran ovalığı Qanıq Əyriçay çökəkliyində yayılıb. Bu da mülayim isti iqlimə gedəcək. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Bu yarım səhra quru çöl iqlimidir. AD. Respublikamızın yüksək dağlıq hissələrində yayılıb. Bu da ki 3-ə gedəcək. Ona görə düzgün cavab olacaq A variantı. 34-cü sual. Xəritə sxemində hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər. Xəritə sxemində göstərilən ölkələr Amerika, Fransa və Avstraliyadır. Hər üç ölkə üçün ümumi xüsusiyyətləri tapmalıyıq. Təbii artımın birinci tipi xarakterikdir. Bu doğrudur. İnkişaf etmiş ölkələr birinci tipdirlər. Əhalinin yaş tərkibində uşaqların sayı daha çoxdur. Bu əlbəttə ki, yanlışdır. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Bu əlbəttə ki, yanlışdır. Əsasən xidmət sahəsində çalışır. Əsas emiqrasiya mərkəzləridir. Emiqrasiya yox, immiqrasiya mərkəzləri olar. Yəni buradan gedənlər yox, gələnlər çoxdur. Urbanizasiya səviyyəsi yüksəkdir. Doğrudur. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsidir. Bu da doğrudur. Düzgün cavab olacaq 1 5 6 Y variantı. 35-ci sual doğru olmayan sıraları müəyyən edin. Göllər verilib. Deməli, vulkanik mənşəli Qaragöl vulkanik yayla. Bu doğrudur. Laçın rayonu ərazisində yerləşir. Axmaz, Batabat. Baxın, Batabat Naxçıvandadır. Bu Axmaz deyil, Uçqun bənd mənşəli göldür. 2 yanlışdır.
Tektonik Sarısu Gəncə Qazax düzü. Birincisi Sarısu Mil düzündədir. Bir də tektonik deyil, Axmaz mənşəli göldür. Ona görə bu da yanlışdır. 4. Axmaz Ağgöl Mil düzü, bu doğrudur. Daha sonra Uçqun Bənd mənşəli göl, Maral göl, Murovdağ silsiləsi, bu da doğrudur. Axmaz, Hacıqabul, Salyan düzü. Hacıqabul, Axmaz göl olsa da Salyan düzündə deyil, Kürün sol sahilindədir. Salyan isə Kürün sağ sahilindədir. Ona görə bu da yanlışdır. Bizdən də doğru olmayanları istəyirdi. 2, 3, 6. Yəni B variantı doğru cavabımız olacaq. 36-cı suala baxaq. Ay-İqtisadi rayonun relyefi kürboyu düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əyin daşı, daşsalahlı bentonit kili, Ağdağ, seolit yataqları yerləşir. Daşsalahlı bildiyimiz kimi Qazax rayonu ərazisindədir. Ağdağdakı Tovuz rayonu ərazisindədir. Bu da düşür Qazax Tovuz iqtisadi rayonu. Deməli, iqtisadi rayonumuz Qazax Tovuzdur. Deyir, Ay-İqtisadi rayonuna aid olmayan xüsusiyyətləri müəyyən edir. Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Bu doğru fikirdir. Hər 4 sahə inkişaf edib. Tərkibində daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Bu yanlışdır. Şəmkir rayonu xarici ölkə ilə sərhəd deyil. Rayon ərazisində Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa neft kəmərləri keçir. Bu doğrudur. Enerji olan tələbatı Arpaçay SES-in ilə təmin olunur. Arpaçay SES-i Naxçıvandadır. Ona görə bu yanlışdır. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür cümləsi də yanlış olar. Çünki orada dağlıq ərazilər də var. Ona görə bu da yanlışdır. İqtisadi rayonla həmsərhəddir. Bir iqtisadi rayonla həmsərhəddir. Bəli, Gəncə Daşkəsən iqtisadi rayonu ilə həmsərhəddir. Yəni burada bizdən yanlış fikirləri istəyir. 2, 4, 5 D variantı olacaq düzgün cavabımız. 37-ci sual. Uyğunluğu müəyyən edin. Qazaxıstan və Türkmənistan. Ərazisində Buzaçı yarımadası yerləşir. Buzaçı yarımadası Qazaxıstan ərazisindədir. Ona görə bu 1-ə gedəcək. Qırğızıstanla sərhədi mövcud deyil. Qazaxıstanın Qırğızıstanla sərhədi var, lakin Türkmənistanın yoxdur. Ona görə bu Türkmənistana gedəcək. Əhalinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Belə deyək, Türkmənlər, yəni Türkmənistanlılar, onlar Oğuz dil qrupuna aiddir. Bu heç biri üçün doğru deyil. Ona görə C-ni silirik, yanlışdır. Ərazisində çöl və meşə çöl təbii zonası gəlmişdir. Bu Qazaxıstana aiddir, mülayim iqlim qurşağında. Çayları yalnız daxili axar hövzəyə aiddir. Qazaxıstanın çayları Şimal Buzlu Okean hövzəsinə də aiddir. Lakin Türkmənistan yalnız daxili axar hövzədir. Ona görə düzgün cavabımız olacaq A, D və B, Y, yəni düzgün cavab C variantı. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaş tərkibində uşaqlar üstünlüyü təşkil edir. Bu doğrudur. Quba, Xaçmaz və Lənkəran iqtisadi rayonlarında türk dilli olmayan xalqlar yaşayır. Bəli, Quba, Xaçmazda Qafqaz dil ailəsinə, Lənkəran Astrada da İran dil qrupuna aid xalqlar yaşayır. Bu da doğrudur. Acınağır Ceyrançöldə əhali sıxlığı yüksəkdir. Bu yanlışdır. Acınağır Ceyrançöldə əhali sıxlığı yüksək deyil. Bakı iqtisadi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir. Bu da doğrudur. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşmış avarlar, ləzgilər, çaxurlar Qafqaz dil ailəsinə mənsubdur. Bu da doğrudur. Kənd əhalisi əsasən miqrasiya hesabına artır, xeyir təbii artım hesabına artır. Düzgün cavabımız olacaq burada 2, 4, 5. Yəni B variantı. Birdə yəqin ki, yaş tərkibi uşaqlar üstünlüyü təşkil edir. Bu belə deyək də, orta yaşlar daha çox üstünlüyü təşkil edir. 16-65 yaş arası. Ona görə yəni qocalarla uşaqları müqayisə eləsək, uşaqlar üstünlüyüdür. Amma ümumi əhalini müqayisə eləsək, orta yaşlar daha üstündür. Ona görə bir də yanlış olacaq. Düzgün cavabımız olacaq B variantı. 2, 4, 5. Metallurgiya kombinatları əsasən yerli, ithal edilən daş kömür və dəmir filizi ilə işləyən ölkələr. Yəni, belə deyək, yerli deyirsə, deməli, birinci ölkələrə o ölkələri seçməliyik ki, onların daş kömür və dəmir filizi ehtiyatları var. Amma ithal eləyirlərsə, deməli, həmin ölkələrin daş kömür və dəmir filizi ehtiyatları yoxdur. A variantında Kanadanın yerli ehtiyatları var, İsveçin də dəmir filizi ehtiyatları olsa da daş kömür ehtiyatları yoxdur. Ona görə A variantı yanlışdır. Həm də A variantında Ukraynada həm daş kömür var, həm də dəmir filizi var. Onu isə ithal edən ölkə kimi götürə bilmərik. Ona görə A variantı yanlışdır. B variantına baxaq. Rusiyanın yerli ehtiyatları var.
Kanadanın da yerli ehtiyatları var. Fransa yerli ehtiyatları çox da istifadə eləmir. Əslən ixal xammalına əsaslanır. Onsuz da B variantı yenə də səhv olacaq. Çünki Qazaxıstanın həm yerli, həm də yerli ehtiyatları var. Ona görə burada ixal edilən xammal kimi yaza bilmərik. B yanlışdır. C variantına baxırıq. Ukrayna və Çinin yerli ehtiyatları olsa da Rumıniyanın yerli ehtiyatı yoxdur. Onlar ixal edirlər daş kömür və dəmir filizi. Ona görə C də olmaz. D variantına baxsaq, düzgün cavabımız da elə D variantı olacaq. Çünki Çin, Rusiya və Cənubi Afrikanın yerli ehtiyatları var. Yəni həm daş kömür, həm dəmir filizi var. Fransa, İtaliya və Yaponiya isə daş kömür və dəmir filizini ixal edir. D düzgün cavabımızdır. Qazaxıstan, Hindistanın yerli xammalı olsa da Yaponiyanın yerli xammalı yoxdur. Ona görə Y də yanlışdır. Uyğunluğu müəyyən edin. Mekong çayı verilib və sonra Nil, Yukon çayları. Deməli yazaq bura 1, 2 və 3. Mekong çayı bildiyimiz kimi Cənubi Çin dənizinə tökülür. Mənsəbinin yerləşdiyi ölkə Vyetnamdır. Nil çayı Aralıq dənizinə tökülür. Mənsəbinin yerləşdiyi ölkə Misirdir. Yukon çayı da ki Bering dənizinə tökülür. Mənsəbinin yerləşdiyi ölkə ABŞ-dır. Ona görə 1-ə 2, belə deyək, 1-ə 2D, 2-yə də 4C. 1-ə 2D, 2-yə də 4C. Düzgün cavabımız olacaq C variantı. 3-ə də 3A olacaq. Düzgün cavabımız C variantı olacaq. 41-ci sual. Cədvələ sən doğru sıraları müəyyən. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır. Bu doğrudur. Yay ayları yağıntılı olur, qış ayları quraq olur. Mesopotamiya ovalığı il boyu səpələnən radiasiya üstündür. Bu yanlışdır. İl boyu səpələnən radiasiya orada üstün ola bilməz. Quru iqlimə malik ərazilərdən biridir, bir hissəsi. Böyük səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Quru üzərində ən isti ay şimal yarımkürəsində iyul ayıdır və iyul ayında da buxarlama qabiliyyəti maksimuma çatır. Bu doğru fikirdir. Yəni yer daha çox isinir. Tasmaniya adası siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Cənub yarımkürəsində siklon saat əqrəbinin istiqamətində, şimalda isə əksinə gedir. Ona görə bu yanlışdır. Qrenlandiya adası səthində albedonun kəmiyyəti yüksəkdir. Bəli, yəni əks olunma qabiliyyəti yüksəkdir. Yava adası günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Xeyr. Yava adasında elə bir məntiqi yoxdur ki, günəş orada il boyu zenitdə olsun. Yəni bu zaten bu fikir köklü yanlışdır. Ona görə düzgün cavabımız burada olacaq 1, 3, 5, yəni A variantı. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Mekong çayı və İravadi çaylarını yayda suvarmada istifadə edə bilmərik. A variantı yanlışdır. Çünki onlar yayda bol sulu olurlar. Yağışlar yağır orada. Onları qışda eləyərik. Po və Fərat çayları belə deyək, qış aylarında rütubətli olur, yəni bol sulu olur. Yay aylarında isə biz onları suvarmada istifadə edirik. Çünki onların keçdiyi ərazilərdə yağıntılar qış aylarında düşür. Qanqla Mekong çaylarında qışda suvarmada istifadə edilir. Çünki onların olduğu ərazilərdə musson iqlimidir, yayda yağıntı olur. Ona görə B variantı doğru cavab ola bilər. Gəlin C-yə baxaq. Yenisey və Lenanı yayda, Volqa, Dnepri qışda suvarmada istifadə edirik. Bu yanlışdır əlbəttə ki. Ob və Niger çaylarını. Yəni Obdur, Yeniseydir. Bunları çox da suvarmada istifadə eləmirlər. Çünki şimal belə deyək, mülayim iqlim qurşağından, yəni və subaxtı iqlim qurşağından axırlar. Xuanxe və Yansız çayları da yayda bol sulu olur və olduğu ərazilərdə də musson iqlimidir. Yəni zaten yayda yağış düşür oralara. Ona görə suvarmaya ehtiyac olmur. Yəni onları qışda suvarmada istifadə edilir. Düzgün cavabımız bu sualda olacaq B variantı. Orta illik temperaturun 20 dərəcədən yüksək, düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər. Əgər bir ərazidə düz günəş radiasiyası varsa və temperatur da 20 dərəcədən yüksəkdirsə, deməli bu tropik iqlim qurşağının xüsusilə də səhra zonalarına uyğun gəlir. Rütubətli əmsalı vahiddən kiçikdir, doğrudur. Yalnız ovalıqlar üçün xarakterikdir. Bu yalnız sözünə görə səhvdir. Çəməli gəlmə imkanları zəifdir, çünki tropik səhradır. Enən hava axınları üstünlüyü, bu da doğrudur. Sutkalıq amplitudda yaranmır, xeyr, əksinə sutkalıq amplitudda yüksək olur. Kimya və üzümü aşınma intensiv gedir, bu da yanlışdır. Düzgün cavabımız olacaq 1, 3, 4, Y variantı. 44-cü sual, fiziografi rayonlarımız verilmişdir. Əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Deməli, bu Kür-Araz fiziografi rayonuna aid olacaq. Çünki Kür-Araz fiziografi rayonunda qış otlaqlarıdır və əkinçiliyi də inkişaf elədiyi üçün artıq qış otlaqlarının sahəsi azalır. Meandrlar və axmazların yaranması imkanları genişdir. Meandr düzən çaylarında olur. Bu da Kür-Araz fiziografi rayonuna aid ola biləcək xüsusiyyətdir. Bunu da bura yazırıq.
Yay quraq keçən mülayim isti iqlim yarım tipi mövcuddur. Bildiyimiz kimi Dağlıq Şirvanda yay quraq keçən mülayim isti iqlimdir. Gəncədə isə qışı quraq keçən mülayim isti iqlimdir. Ona görə bu Dağlıq Şirvana yazılacaq. Gölləri əsasən uçqun bənd mənşəli göldür. Bu Gəncədir. Maral göl, sonra belə deyək Göygöl. Metallurgiya sənayesi inkişafı üçün yerli xam mal ehtiyatları malikdir. Yəni dəmir filizi ehtiyatları var. Yəni bir çox metallurgiya sahəsinin filizləri var. Ona görə düzgün cavabımız olacaq 1-ə C, 2-yə A, B, 3-ə də D, Y. Yəni Y variantı. 45-ci suala baxaq. İnzibati rayonlar verilib və filiz faydalı qazıntılar verilib. Deməli, Narzanlı Laçın rayonu ərazisində yerləşən civə yataqlarından biridir. Bunu Laçına yazaq. Kastaq heç birində yerləşmir. Kastaq əslində, yəni bunların heç birində yerləşmir. Çünki Kastaq Böyük Qafqazdadır. O da polimetal filiz yatağıdır. Yəni heç birinə getmir. İpək Laçında yerləşən yataqlardan yenə biridir. Xromit yatağıdır. Hamançay Dəmiroğlu, yəni bunlar Daşkəsəndə yerləşən dəmir yataqlarıdır. Göydərə də Kəlbəcərdə yerləşən xromit yataqlarından biridir. Düzgün cavabımız olacaq D, A, C və Y. Düzgün cavabımız olacaq C variantı. Meridian üzrə ekvatordan 0 dərəcəli azimutla 8769 km hərəkət etsək, çatdığımız məntəqədən cənub tropik xəttinə qədər olan ən qısa məsafəni hesablayın. Deməli, biz meridian üzrə ekvatordan 0 dərəcə azimutla hərəkət etməliyik. Yəni, şimala doğru 8769 km. Ekvator üzərində hərəkət elədiyimiz üçün 1 dərəcəlik qövsümüz olacaq 111 km. Bunu bölərik 111-ə. Bu deyiləcək 79 dərəcə. Belə deyək. Yəni, 79 dərəcə biz şimala hərəkət etsək, gəlib 79 dərəcə şimal enliyinə çatarıq. Bizə də deyildi ki, cənub tropiki ilə 79 dərəcə şimal enliyi arasında ən qısa məsafəni tapın. Cənub tropiki də 23,5 dərəcə cənub enliyindədir. Deməli, bunlar arasında toplasaq, yəni biri şimalda, biri cənubdadır. Toplasaq, bu 102,5 dərəcə eləyəcək. Meridian üzərində hərəkət elədiyimiz üçün bunu da 111-ə vursaq, bu eləyəcək 11377,5 km. Yəni, düzgün cavabımız olacaq A variantı. Uyğunluğu müəyyən edin. Qədim platforma, geosignal qurşaq, cavan platforma. Orta Rusiya yüksəkliyi. Orta Rusiya yüksəkliyi qədim platformadır. Meksika yaylası geosignal qurşaqdır. Qərbi Sibir ovalığı cavan platformadır. Pont dağları geosignal qurşaqdır. Amazon ovalığı da qədim platforma olacaq. Ona görə 1-ə A, Y, 2-yə B, D, 3-ə də ki C düzgün cavabımız. Y variantı. Uyğunluğu müəyyən edin. Aral dənizinin qurumasının səbəbi Aral dənizinin qurumasının nəticəsi. Deməli, litosfer tavalarının hərəkəti bu heç bir səbəb ola bilməz. Yəni, bu səbəb deyil. Duzlu toz fırtınaların torpağı yararsız hala salması. Deməli, bu Aral dənizinin qurumasının nəticəsi olar. Çünki quruyandan sonra artıq orada duzlu toz fırtınaları yaranır və bu da ərazinin, belə deyək, torpaqlarını yararsız hala salır. Bunun nəticəsi kimi yaza bilərik. Suvarmaya tələbatın artması. Suvarmaya tələbat artdı, Amudərya və Sırdərya çaylarından geniş şəkildə istifadə edildi. Ona görə Aral dənizi, belə deyək, su daha az gəldi ora və qurumağa səbəb oldu. Ona görə bunu yaza bilərik bura. Digər fikirlərə də baxaq. Səhra landşaftının sahəsinin azalması. Zaten burada səhra landşaftı biraz da artdı. Bu yanlışdır köklüyündən. Ona tökülən çaylarda su sərfinin artması. Əgər ona tökülən çaylarda su sərfi artsaydı, zaten Aral dənizi qurumazdı. Ona görə bu da yanlışdır. Düzgün cavabımız olacaq burada 1-ə 3, 2-ə 2, yəni Y variantı. Üzvi aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Üzvi aşınmanın zəif getdiyi məntəqələrdə quru iqlimə malik ərazilər olacaq. Burada da quru iqlimə malik ərazilərdə xüsusilə də biz seçə bilərik 1, 5, 6, çünki yarım səhra iqlimidir, bir də 4. Yəni, düzgün cavabımız olacaq 1, 4, 5, 6, C variantı. Çünki digər ərazilərimizdən rütubətli, məsələn, Qanı Xəyricə rütubətlidir, 3 Qusar Maylı Düzənli rütubətlidir, 2 də yəni rütubətli ərazilərdir, 8 də ki Lənkəran ovalığı rütubətlidir. Ona görə düzgün cavabımız olacaq C variantı. Şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq, yəni yəqin burada fərqi demək istəyib, 33,5 dərəcə olarsa, bu məntəqə hansı coğrafi enlikdədir?
Deməli, belə deyək, şimal yarımkürəsində yerləşsin, tropik işıqlanma qurşağında yerləşsin və M məntəqəsi, yəni deməli bura günəş maksimum 90 dərəcə düşür. Maksimum bucaqdan minimum bucağı çıxanda bu bizə 33,5 dərəcə eləyir. Deməli, biz tapa bilərik ki, burada minimum düşmə bucağı nə qədərdir? 90-dan da 33,5-i çıxsa 56,5. Deməli, minimum düşmə bucağı burada olacaq 56,5. Bizdən də həmin məntəqənin hansı coğrafi enlikdə yerləşdiyini istəyir. Şimal yarımkürəsində yerləşən bir məntəqəyə günəş minimum düşməsi üçün günəş cənub tropikində zenitdə olmalı. Deməli, zenit nöqtəmiz 23,5 dərəcə cənub enliyi olacaq. Düşmə bucağımız da 56,5 dərəcə olacaq. Ona görə məsələni biz həll eləsək, yəni düsturumuzu qoyaq yerinə, düşmə bucağı bərabərdir 90 dərəcə çıxılsın, enlik, yəni bilmirik, plus 23,5. Çünki enliyimiz şimal yarımkürəsindədir, zenitimiz də cənub yarımkürəsindədir. Ona görə bu da olacaq 56,5 bərabərdir 90 dərəcə çıxılsın, enlik plus 23,5. Buradan da həll eləsək, yəni 90-dan 56,5 çıxsa, bu eləcək 33,5 bərabərdir enlik plus 23,5. Yəni biz nəyin üzərində 23,5 gələndə 33,5 eləyir? Bu da düzgün cavabımız olacaq. Burada Y variantı. Yəni enliyimiz olacaq 10 dərəcə cənub, 10 dərəcə enlik. Yəni 10 dərəcə şimal enlik. AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Deməli, ortada hündürlük artır, 110 metrə çatır. Kəsmə yüksəkliyi 5 metrdirsə, bu 100-dürsə, 105, 110. Deməli, A-nın hündürlüyü 110 olmalıdır. Ona görə bütün variantlar gedir. Bir dənə burada düzgün cavab A variantı qalır. B-nin də hündürlüyünə baxsaq. Yox, A-nın hündürlüyü əslində 110 yox. Burada yəni bu orta hissə 110-dur. Bura olacaq 105, bu 100. Daha sonra bu olacaq 95. A-nın hündürlüyü 90 olmalıdır. Ona görə A, C variantı da getdi, B və Y variantı da getdi. Burada qaldı B və D variantları. Sonra gəlin B-nin hündürlüyünü də tapaq. B də deməli olacaq 100-ün 10-dursa, B də olacaq 105 dərəcə, 105 metr. Çünki bir horizontal daha aşağıdadır. 105 metr olacaqsa, deməli B və D variantlarından və ortada da hündürlük artırsa, ortada da hündürlük təqribən 110, 115, 120-dən yuxarı olacaq. Ortadakı hündürlük də 120-dən yuxarı olduğu üçün B variantı ola bilməz. Ona görə düzgün cavabımız olacaq D variantı 51-ci sualda. 52-ci suala baxaq. Xəritə sıxımında hərflərlə göstərilmiş ölkələr üçün ümumi olan xüsusiyyətlər. Xəritə sıxımında göstərilən ölkələr A. Somalidir, B. Liviyadır, C-dəki Yəməndir. Bunlar üçün ümumi xüsusiyyətləri tapmalıyıq. Tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Hər üç ərazi tropik hava kütlələrinin təsirinə məruz qalır. Bir doğru. Çünki B tropik iqlim qurşağındadır, C də tropik iqlim qurşağındadır, əksər hissəsi. Somali, yəni A-dakı subekvatoral iqlim qurşağıdır, orada tropik hava kütləsi təsir edir. İnsan inkişaf indeksinin yüksək olduğu ölkələrdir. Xeyr, burada yüksək olmaz. Çünki bunlar əslində kasıb ölkələrdir. Xüsusilə də Yəmən, Somali. Ona görə bu yanlışdır. İqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3 və 4-cü sektorudur. Xeyr, bunlar inkişaf etməkdə olan ölkədir. Bu da yanlışdır. Əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə mənsubdur. Afro-Asiya dil ailəsinə mənsub olacaqlar. Çünki bunlar ərəb ölkələrdir. Ərazilərində günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Oxşar deyir, əslində ərazilərində günəş vaxtı kölgənin olmaması üçün günəş 90 dərəcə düşməlidir. Hər üçünə günəş 90 dərəcə düşə bilər. Ona görə bu da doğrudur. OPEC təşkilatına üzvdür. Xeyr, Yəmənlə Somali OPEC-ə üzv deyil. Buna görə bu da yanlışdır. Düzgün cavab olacaq 1, 4, 5, C variantı. 53-cü sual. Xəritə sıxımı və cədvələ əsasən doğru sıraları müəyyən edin. 1. Düzən meşə landşaftı yayılmışdır A və C-də. A. Lənkəran ovalığı, C. Qanı Xəyri çayı çökəkliyi, düzən meşə, yəni intrazonal landşaftı bir doğrudur. Sonra B və D-də yazır ki, qışı soyuq keçən yarımsərə quru çöl iqlim tipi hakimdir. Deməli, B-də qışı soyuq keçən yarımsərə ola bilər, amma D-də olmaz da, bu yanlışdır. Çünki D-də qışı mülayim keçən yarımsəradır. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir A və C. Əlbəttə ki, bu yanlışdır, elə ən çox bunlardadır.
Paleogen yaşlı çökmə suxurlar geniş yayılmışdır. A və D-də. Xeyr, 4-cü dövrün çökmə suxurlarıdır. Bu da yanlışdır. Orta illik yağıntının miqdarı 500 metrdən azdır. B və D-də. Yarım səhra olduqları üçün 500 metrdən azdır. Bu da doğrudur. Düzgün cavabımız olacaq 1 və 5. Daha sonra 54-cü suala baxaq. Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Yarımsərə və quruçöl iqlim şəraitində suvarma əkinçiliyi inkişaf edib. Doğrudur. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçiliyi inkişaf edib. Mülayim isti iqlim şəraitində həm tumlu, yəni Quba, Xaçmazda, həm də qərzəkli meyvəçilik, yəni Şəki-Zaqatalada olar. Doğrudur. Şabaldı və qəhvəyi torpaqlar, yaylıq ərazilər əkinçilik üçün əlverişli deyil. Bu yanlışdır. Yəni bu yanlışdır. Belə bir şey ola bilməz. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf edib. Sarı torpaqlarda doğrudur, amma boz torpaqlarda yanlışdır. Boz torpaqlar yarım səhra quruçöl iqlimidir. Orada sitrus meyvəsini inkişaf eləməyib. Yay otlaqları soyuq iqlim tipində formalaşır. Yəni dağ çəmən landşaftında formalaşır. Doğrudur. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində xeyir, həm də suvarma şəraitində də ola bilər. Bu da yanlışdır. Düzgün cavabımız burada olacaq. 1, 2 və 5. 55-ci suala baxaq. Okeanın müxtəlif çökəkliklərində exolotdan göndərilmiş səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900 metr, ikinci çökəkliyin dərinliyinin 4800 metr olduğunu müəyyən etmişdir. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma müddətləri arasındakı fərqi hesablayın. Deməli, səs göndəriblər exolotdan. Birinci çökəkliyin dərinliyi 6900 metr olduğu müəyyən edilmişdir. Deməli, biz bildiyimiz kimi 1 saniyəyə səs 1500 metr gedir. İndi 6900-ü 1500 metrə bölsək, bu eləcək 4,6 saniyə. Deməli, səs 4,6 saniyəyə gedib və 4,6 saniyəyə də qayıdıb. Bu eləyir 9,2. Deməli, birinci çuxur, belə deyək, səs siqnalı olacaq 9,2. İkincisində də 4800-ə dərinlik tapıblar. Deməli, bunu 1500-ə bölsək, bu eləcək 3,2. 3,2 səs gedib, 3,2 də qayıdıb, bu eləcə 6,4. Aradakı fərqi bizdən istəyirsə 9,2-dən 6,4-ü çıxarıq. Bu da eləyəcək 9,2 çıxılsın 6,4. Bu da eləyəcək 2,8. Deməli, düzgün cavabımız 55-ci sualda olacaq 2,8. Daha sonra 56-cı suala baxaq. Doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro mövqeyi adlanır. Qonşu ölkələrə nəzərən mövqeyi makro mövqeyi yox, mikro mövqeyidir. Bir yanlışdır. Xəzər sahilində yerləşən yalnız iki ölkənin dünya okeana birbaşa çıxışı mövcud deyil. Xəzər sahilində yerləşən Azərbaycan dünya okeana çıxışı yoxdur. Qazaxıstan dünya okeana çıxışı yoxdur. Türkmənistanın da dünya okeana çıxışı yoxdur. Yəni 3 ölkənin dünya okeana çıxışı yoxdur. Ona görə bu da yanlışdır. Braziliya, Avstraliya, Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malikdir. Bəli, hər üçü ölkə geniş sahədə iqtisadi zonaya malikdir. Nigeriya, Hindistan milli etnik tərkibinə görə federativdir. Bəli, doğrudur. Mərakeş, Yaponiya konstitusiyalı monarxiya ölkələr qrupuna daxildir. Hər üç ölkə konstitusiyalı monarxiyadır. Bu da doğrudur. Vietnam, Butan və Laos dünya okeanına birbaşa çıxışı var. Laosun dünya okeanına, Butanın dünya okeanına çıxışı yoxdur. Ona görə düzgün cavabımız olacaq 3, 4, 5. 57-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Yaponiya, Almaniya, İspaniya. Musson iqlimi xarakterikdir Yaponiya. Həm mülayim musson, həm subtropik musson. 3 yarımkürədə yerləşir. Deməli, onu ya ekvator, ya Greenwich kəsməlidir. Bu, İspaniyadakı Greenwich kəsir. Əhalinin əsas hissəsi German dil qrupuna aiddir. Yaponlar Altay dil ailəsidir. Almanlar German dil qrupudur. İspanlardakı romandır. Zeytun istihsalına görə dünyada qabaqcıl yer tutur. Əlbəttə ki, buna İspaniya yazmalıyıq subtropik aralıqda. Ərazisində Kobe limanı yerləşir. Kobe limanı Yaponiyanın ərazisindədir. Ona görə bunu da yazarıq bura. 1-ə A, Y, 2-yə C, 3-ə də B, D gedəcək. A dağları iki yarımkürədə yerləşir. Bu dağın yamaclarına isti okean cərəyanı təsir edir. Deməli, iki yarımkürə deyir, isti cərəyan təsir edir deyir. İki işıqlanma qurşağında yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisində yerləşir. Baxın, əgər yazsaydı inkişaf etmiş ölkə, hardasa bir şeyi götürə bilərdik. Böyük su ayrıca dağları götürə bilərdik. Amma inkişaf etmiş
ölkələri deyirsə, deməli burada bir neçə ölkə var. Bu Skandinaviya dağları olar, çox böyük ehtimal. Yenə də baxaq. A dağlarının yerləşdiyi yarımadanın sahillərinin bir neçə dəniz suları yürür. Yəni Baltik, Şimal, sonra Norveç dənizi. Ona görə bu Skandinaviya dağlarıdır. Skandinaviya. Buraya yaza bilərik Skandinaviya dağları. Bu dağların şimal isə gecə-gündüzün adi növmələşməsi pozulur. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada yayılmışdır, yəni paleozoy erasında. Onun arasında bol sulu və sürətli çaylar axır. Deməli, gəlin suala baxaq. 58-ci sual. Mətnə əsasən A dağları və onun ən yüksək zirvəsinin adını, A dağları Skandinaviya, ən yüksək zirvəsi Qalxapikyen, yerləşdiyi işıqlanma qurşaqları, qütb və mülayim işıqlanma qurşaqları, mülayim, özü şimal mülayim və şimal qütb. Belə yazılsaq daha doğru olar. Bu işıqlanma qurşaqlarında yerləşib A dağları ilə eyni geolojiyada yaranmış dağ silsiləsidir. Yəni həm qütb, həm də mülayim işıqlanma qurşağında yerləşsin. A dağları ilə eyni geoloji erada yaransın. Və eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edib cədvələ yazın. Bu Ural dağlarıdır əlbəttə ki. Çünki qütb dairəsi Ural dağlarını da kəsir. 58-ci sualın cavabı olacaq. 59-a baxaq. Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazın. Yəni indi A dağlarının cədvəldə bilinmir tam olaraq nə deyib. Məsələn, iqlim qurşaqlarını istəsə bizdən mülayim və subaktı iqlim qurşaqlarını, yəni o hissədə yerləşir. Skandinaviya yarımadasında yerləşir. Yəni bunları yazmaq olar. Tam olaraq bunu deyə bilmirik. 60. A dağlarının yerləşdiyi ölkələrin adlarını, yəni Norveç və İsveç. Bu ölkələrin əhalisinin əsas aid olduğu dil qrupları German və əhalinin təbii artımı neçənci tipi? Birinci tipi. Demoqrafik keçidində 4-cü mərhələsindədirlər. Birinci tip ölkələr 4-cü mərhələdə olurlar.